Yaxşı oldu, özün geldin. Bu saat dükkanı bağlayıp size getirdim. Ne ola? Bu kısa hiç benim hoşuma gelmir. Səhərə kimi yatmamışam. Gelen olmadı, mallar da kalıp evde. Sen de her şey şişirdirsən. Bizim işimiz demir yol cedvel değil ki. Dünən gelmeyip bugün gelir. Hayır, korkuludur. Ne vaxtını saklayacağım? Ay kişi, kalkmalından bezmeyip ki gelip apararlar da bir səbrin olsun. Yok, korkuram katar çıkar. Bilirsen ne var? Gel malları kapar. Ha, başka söz tapmadın. Hiç demirsen gel pulları yapardın. Gel pullarını kapar, malları kapar. Yavaş danış, ahmak! Sen özünü de satsan, benim borcumdan kurtarmazsan. Adam kişi olar. Akşam sizde olacağım. Eğer gelmese, onda malları apararam. Ağzıgar olma. Yaxşı. Hava karalandan sonra gel. Gören olmasın. Sen ahırı benim başını belaya salacaksın. İt küçücü. Şimdi yakamı senin elinden kurtararım. Kurtarabilmeyeceksin, koca köpek! Dayan! Yoksa seni de öldürürüm, özümü de! Eller yukarı! Hoşum geldi senden oğlan. Ağırey değilsen. Birinci defedir senin kimisine rast gelirim. Ben ise senin kimilerini çok görmüşüm, yürü! Haralsan oğlan. Konak geleceksen, ha? Bizim taraflara senin kimi murdarın ayağı değebilmez! Düş kabağıma diyorum sana! Yaxşı. Yoldaş mayor, bütün sahəni gezmişik. Heç yerde yoktular. Belki qəsəbəni axtaraq. Qəsəbə və ətraf yerlər nəzarət altındadır. Axı, bunlar hara qeyb ola bilərlər? Yoxsa sərhəd pozan qorxusundan tilsimli dağ qalxıb? Ağlım kəsmir. Bu kazır ölümdür. Axı, sərhəd pozan o dağın sirrini bilmir. O təqib olunur. Demək qorxusundan qəsəbəyə gedə bilməz. Eğer sərhəd pozan Fərruxu ardınca dağlara aparıbsa, bu çox təhlükəlidir. O zəhirmar qayalar hər ikisi üçün qorxuludur. Bir yandan da uçurum. Fərrux çox inadkar oğlandır. Ondan əl çəkməz. Məni də bu narahat eləyir. Bir çıxış yolu var. Tilsimi dağı axtarmaq lazımdır, özü də elə bu saat. Qəmbəri də özünüzlə apararsınız. O bu dağlara çox yaxşı bələddir. Oldu yoldaş mayor. Sen bir bunun sözüne bak. Ben sizi belə bilmezdim Qəmbərəni. Siz de keçinərik. Neyniyək? Qoy keçinsinlər. Ayıbdır ay Qəmbər. Özün getmək istəmirsən, xalqı niyə qınıyırsan? Sərhəd pozanı tutmaq Rəhimovun vəzifəsidir. Bu onun işidir. Amma səni kim məcbur eləyə bilər? Acacı danış var. O serjant mənə dizirtir desin, mən də ondan ötürü dağlara dırmaşım. Xeyr, bağışlayasız. Ay kişinə düşmüsən bu yazıq oğlanın üstünə. İndi bilməyib də bir söz də ağzından çıxır. Gör nəyinlə fəxr edir. Deyir, atam cəbhədə həlak olub. Hələ məlum deyil, onun atası orada necə vuruşub. Mən 3 dəfə ərzə verdim, qəbul eləmədilər. Dedilər ki, sən burada, sərhəddə lazımsan. Sən də hər sözü söz eləyirsən. Yox, arvad, sən bilmirsən o hardan sancır. Dağlarda gizlənmişdin. Hələ indiyənə qədər bu sözü heç kəs mənə deməmişdi. Bu ölənə qədər mənim yadımdan Ay çıxmaz. kişi, özünü uşağa tay eləyirsən. Sözün düzü, mən də səni heç belə bilməzdim. Axı Tilsimli dağın yolunu səndən yaxşı bilən yoxdur.
çörək yeyəcəksən? Rəngimi ver. Biraz qalın geyin ay Qəmbər, dağda soyuq olar.